İranda etirazlar 8-ci gündür davam edir. Ölənlərin sayı 20-yə çatıb. Bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi məlumat yayıb. Qeyd edilib ki, İranda ardıcıl 8-ci gündür etiraz aksiyaları keçirilir. 26 vilayətin 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb. Ölənlərin sayı 20-yə çatıb. Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb. Bildirilib ki, son 8 gündə ən azı 19 mülki şəxs və bir təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb. Ən azı 51 nəfər yaralanıb. İnsan Hüquqları Fəalları Xəbər Agentliyi bildirib ki, etirazlar zamanı 17 universitetdə tələbə fəallığı müşahidə olunub. Təkcə son 24 saat ərzində Tehran, Məşəd, Şiraz, Kərəc, Qəzvin, Yəzd, Bəndər-Abbas, Təbriz, Kirmanşah, Xorrəmabad, Şahrud, Dorud, Qəçsaran, Yasuc, Buşehr, Lahiçan, Nişapur, Məhəllət, Rudbar, Borucerd və Mərvdəş də daxil olmaqla 20-dən çox şəhərdə etirazlar baş verib. Şənbə günü İranın qərbindəki İlan vilayətinin Məlikşahi şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb. Nəticədə ən azı 5 nəfər ölüb, 30 nəfər yaralanıb. Bundan əlavə qeyd edək ki, Prezident Donald Trump jurnalistlərə açıqlamasında İranda baş verənlərdən danışıb. İran etirazçıları öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq. Biz hadisələri çox yaxından izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, ABŞ tərəfindən çox güclü şəkildə vurulacaqlar, deyə Trump xəbərdarlıq edib. Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Hazırki etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur.